Hər birinizə yeni gündə salamlar olsun. Mənim dəyərli izləyicilərim, gözəl insanlar. Nətərsiz? Ümid edirəm ki, yaxşısınız, Allaha şükür. Məni soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Bu günümüzə şükürlər olsun. Gözəl xanımlar. Mən bugün bilinçik hazırlamaq istəyirəm, xanımlar. Toyuğun sinə əti ilə. Burada hər bir şey yenə həmişəki kimi qaydasında hazırlıq vəziyyətdə çıxmışam qarşınıza. Xanımlar, burada nə gedir mənim bilinçikimə? Soğanımızı doğramışam, bir balaca zeytun yağı tökmüşəm üzərinə. Sonra burada hazırlamışam toyuğun sinə ətin, kökümüzü doğramışam xırda-xırda. Burada da qarışıq qırmızı biberlə yaşıl biber şirin doğramışam, hazırdır. Bu da xanımlar bizim cəfəri ilə şüyüddür. Xırda doğramışam. Bu ingrediyentlərin hamısını bax burada qoyacağım soğanla. Birinci soğanı biraz öldürüb, sonra bunları bir-bir hamısını töküb, pişirəndən sonra qoyacağım soğusun. Sonra bilinçikimizin içine yığıb hazırlayanda lavaşımızın da. Onda mən onu sizlə bölüşəcəm inşallah. Gözəl insanlar, yenə deyirəm, abunə olun, məni like edin, sonra yorumlar yazın. Fikirləriniz mənim üçün çox önəmlidir. Yazan əlləriniz var olsun, baxırsınız videolarıma, izləyirsiniz. Bundan qabaqki videom, üzr istəyirəm hamınızdan, biraz çox uzun oldu. Çalışdım, biraz qısa eləyim, vaxt çox getməsin, nəsə alındıra bilmədim. Yenə də baxmısınız, fikirlər yazmışsınız. Çox sağ olun, hörmətlə yanaşırsınız, mənim videolarıma, yazılarınızı yazırsınız, gözəl-gözəl rəylər yazırsınız. Allah hər birinizdən razı olsun. İndi inşallah mən başlayayım bismillahla. İşimizə yenidən təkrar görüşərik. Xoş gördük sizi yenidən gözəl xanımlar. Xanımlar, mən bilinçikimizin içliyin hazırladım. Demək bayaq göstərmişdim. Toyuğun sinə ətidir, rəhli biberlərdir, soğandır, kökdür, duz, istiot, cəfəri, bir də şüyüd. Hamısını qəşəng qızartdım, qovurdum. Bir balaca zeytun yağının içində hazır elədim, soğudu. Qəşəng qoydum qırağa, soğudu. İndi başlayaq bilinçikimizin içini yığmağa, xanımlar. Belə. Çox dadlı, faydalı, valla çox qəşəng bir bilinçikdir. İstəyərəm ki, siz də eləyəsiniz. Bax, belə qəşəng pükürəm. Bax, belə. Nə iri olur, nə balaca. Bu formada hamısını belə hazırlayıram, xanımlar. Hazırlayayım, yığım, vaxtımız getməsin. Sonra bilinçiklərimizi qızardıb yığacağım. Təkrar inşallah görüşərik. Bir daha xoş gördük hər birinizi. Gözəl xanımlar, lavaşımızın içini qəşəng içliklə doldurdum. 25 ədəd bilinçik çıxdı, xanımlar. İndi tavaya bir balaca duru yağ tökmüşəm. Bilinçiklərimizi qızardım, hamısını qızardım, yığım. Sonra təzədən servis eləyəndə sizlə görüşəcəm. İzləmədə qalın. Xanımlar, ikinci mənim salatım olacaq, hazırlayacağım. Demək, nar salatı. Yenə hər şeyi hazırlayıb, bütün ərzaqlarımızı qarşınıza hazır çıxmışam. Xanımlar, nar salatımıza nə gedir? Yenə toyuğun sinə əti, kök, 2 ədəd kökdür. Belə 2 parçada toyuğun sinə ətidir. Burada 2 ədəd nardır. Dənələmişəm. Özü də çox qəşəng nardır, rayonlarıdır. Çox dadlı nardır. Burada qozdur, qoz ləpəmiz. Bir baş soğandır. Burada da cəfəri ilə şüyüddür. Bu da bizim bildiyiniz kimi qaymağımızdır. Mən bütün salatları qaymaqla hazırlayıram, gözəl xanımlar. Duz, istiot da öz yerində. Xanımlar, indi başlayaq biz salatımızı hazırlamağa. Elə sizlə bərabər
Hamısını töküm ərzaqlarımızın. Çox qəşəng salatdır, mövsüm uyğun, ləzzətli, hamının xoşuna gələn bir salatdır. Bilirəm ki, ailələrdə hamı xoşlayır nar salatını. Bizdə xoşlayırlar şəxsən ailəmizdə. Narımızı tökək. Soğanla da nar bilirsiniz də qarışanda çox bir xüsusi dad olur. Ona görə də bir dənə də birbaşda qırmızı soğan doğramışam xırda-xırda. O da xüsusi dad verir bu nar salatına. Qozumuzu da tökək. Qoz da bu salata çox qəşəng dad verir. Göyümüzü tökək. Duz tökək. Bunlar bilirsiniz, hamısı zövqə görədir. Qara istiyor. Və qaymağımızı tökək. Burada da 2 ədəd qaymaqdır. Siz də hazırlayın. Çox qəşəng salatdır. Süfrələrin bəzəyidir. Xanımlar, mən vaxt aparmayım. Bunu kameranı keçirim, qəşəng bunu qatışdırım, servis edeyim, bilinçikimizi də, salatımızı da. Təkrar videonun sonluğunda görüşərik. Yenidən xoş gördük sizi, gözəl izləyicilərim. Mən salatımı hazırladım, yekunlaşdırdım, servis elədim. Çox dadlı, qəşəng, süfrələrin bəzəyi olan bir salatdır. Bu da mənim bilinçiklərimdir. Bilinçik də çox dadlı, ləzzətli çıxıbdır. Hazırlayarsınız siz də ailənizlə, evladlarınızla, nəvələrinizlə nuş edərsiniz. Hər ikisi çox qəşəng və dadlı çıxıbdır. Xanımlar, mən bilinçik yayda hazırlamışdım tvarokla. Göyərti, bir də tvarok. Bunu isə gördüyünüzdə toyuğun sinə əti ilə hazırladım. Bu da çox dadlı çıxdı. Mövsümünə görə toyuğun sinə əti ilə hazırlayın. Siz də nuş edin. Salat da yenə çox dadlı, qəşəng çıxıbdı. Allah hər birimizin süfrəmizi bol eləsin. Ruzu bərəkətimizi bol eləsin. Xanımlar, yenə deyirəm sizə, mənim gözəl izləyicilərim, baxırsınız videolarıma, fikir bildirirsiniz, çox gözəl sözlər yazırsınız. Allah yenə deyirəm, hamınıza kömək olsun, içi biz qarışıq. Əməyə, zəhmətə dəyər verən xanımlar, yenə məni videolarımı izləyin, yorumlar yazın, abunə olun, fikrinizi bildirin. İnşallah Allah qismət eləyər, yenə sizlə görüşərəm. Mən burada videomu sonlandırım. İnşallah özünüzdən müğayət olun. Təkrar görüşərik Allahın izni ilə, yeni videomla. Salamat qalın. Hamınızı öpürəm, bağrıma basıram.